Salam dostlar, bu günlərim Azərbaycan dilindən çəkdiyimiz videolar davam edirik. 2100 olana qədər 10 dəqiqə yəni rap da oynayacağım. Mən son vaxtda 2 dənə oyun oynadım. Yəni ona görə də reytingim son 2 videodan sonra biraz qaldırmışam. Mənim reyting rekordum bir dəqiqə oynamadan əvvəl bir dəqiqə oynamıram. Mənim reyting rekordumu birincisi göstərim. Bir saniyə. Bəli, reyting rekordum 2048. Yəni bir oyunda oynasaq reyting rekordunu qıracaq. Bir dəqiqə. Bəli. Başlayaq oyunumuza. 1000 abunəyə çıxana qədər YouTube müqəddəsinə görə 15 dəqiqədən artıq video atamıram. O görə əgər 15 dəqiqədən artıq olsa, video sürətlə və bu açılışın variantını biləcəksiniz. Yəni bu variantları tanıyırıq. Burada nə idi? Burada gəlsin. Bir dəqiqə variantı. Bəli, mən bunu unutmamışam. Belə gələcək. Bəli. Burada dəyişirdik teoriyaya görə. Bəli, budur. Bəli. Rahat bir oyun. Bəli. Təmiz. Burada birazcık şeyler var. Yəni bu sitədədir. Onu necə bağlaya bilərik deyə fikirləşirəm. Şeydə də ola bilər əslində, amma biraz geriləri qaçsam. Böyük istəyir. Mən də çox qədər böyük istəyir. Mən filmi fiyanchet də oynamaq oynayıram. Bəlkə də burada bir şey yaptım, amma biraz zayıf qalır. Ona görə tam da yapılmadım. Bura bir diagonalda olsun filmimiz. Maraqlı diagonal var. Superman da diagonal. Bu piyade istedadı. Məncə belə bir şeylər gələcək, bəli, ondan oldu. Necə gələ bilərəm? Pasiyanı açmalıyam mən bu pasiyada, yəni. Çünki necə deyim, onun şahı biraz zəifdir. Amma filçilisi var. Belə bir şeylər var imiş. Qaçırıq onu. Görəsən qaçırdıq. Bəli. Qaçırdıq. Nəysə. Allah verəcəm mən. Sonra dəyişək. Bəli. Dəyişirik. Dəyişəcək. Baxaq görək. İkinci bir adam olsa da məncə o qədər də pis deyil. Yəni, mən bütün daşlarım 10 diaqramda, 10 film diaqramda, amma onun bütün daşlarına baxım deyərəm. Bizim buralarda böyüklər görür. Yəni, bəyənirəm əslində öz pozisiyamı. Bəli, şah gətirmək qızıl qaydadır. Bir dənə bura gəlib, məncə hədəfim budur. Bu gedişdir. Piyada quruluşu. Bəli. Bura gələcəm. Fil istəyəcəm. Sonra toplar birləşdirib maraqlı bir oyun sonuna gedərik. Baxaq nə olacaq. Çox maraqlı oyun sonu olacaq. 10 şahın aktivliyi var. Bazarında aktivliyi var. Yaxşı. Gedişdimi? Bəli. Məncə burada gediş belə götürməliydim. İndi bunu istəyirəm. Bəlkə də belə istəyirəm. Bəlkə. Baxaq görək nə oynayacaq rəqibimiz. Bəli. Məncə burada mən belə oynaya bilərəm. Yəni niyə də yox. Aha. Birazcık elə bir oyuncumuz qalmadı mı? Mən bunu gəldən sonra götürsə şah arxalardan sızıram. Yəni mənim üçün məncə pasiya daha yaxşıdır. Çünki mən bu piyadan artıq bəli o qorumalıdır. Amma mən indi nə edə bilərəm? Belə gəlməliyəm. Piyada quruluşundan qurtulmaq üçün götürəndə film aktivləşir, zat. Nəysə belə oynayaq. Görən nə olacaq? Hələlik bunu istəyirəm götürsək. Götürəndən sonra bəlkə də buranı donduracaq. Gözür qanadını dondura bilərik. Fillər də dəyişməyə əsas olur mənim üçün burada. Aha, maraqlı bir şeydir. Sağ, nə bilim. Nəysə, dəyişək getsin. İndi öyle bir şeyler istəyir. Biz bu piyadaları istəyirəm belə. Biraz şahımızdan. Aha, birazcık elə bir saf oldu elə bir biraz. Nə bilim, həyəcəm yoxsa. Bilmədim. Buraları istəyir. Yəni buna gələk, buna bağlayaq.
Maraqlı gelir. Maraqlı pasiyadan. Onu ümumiyyətlə bunu bildirim. Aha. Ben bir anladım çünkü böyle bir şeyler var. Dur bunu koyma çalışma demesine pasiyada. Götürse. Öyle bir şey. İşi yani. Yok ev. Şimdimiş. Biraz onun piyasasına kasmakta. Ben de yengelerim burada. Aslında bazı basarım. Birazcık evet sol inan çünkü pasya. Ben boşuna bırak pasya. Onu tekrar ben ödesine tekrar iyi de ama. Yani. Böyle balık buraları birazcık ben piyasalarımıza yapayım. Peki. Ayda. Ayda kışladık. Galiba kışladık. İndi bu piyasa ettim. Onu da böyükten olduram. Necə qurtara bilərəm bu oyunu. Çox bir yol yoxdur amma belə bir şey götürəndə. Bilmirəm dostlar, bu oyunu tutduq deyəsən. Pasiyanı açmaq istəyirəm ki, piyadan qurtulmalıyıq. Pasiyanı biraz açsam, piyada itirəcəm təkcə. Bəlkə də belə bir şey gəlməyinə baskı eləmək üçün. Mən unuturam təmiz. Bunu qeyd edeyim. Neyinə bilərəm ki? Əslində o oynaya bilmir, çünki mən belə bir şeylərim var, oturub burada seçib oynaya bilmərəm. Pis oldum. Bu yaxşı olmadı. Əslində vaxtımız çoxdur. Fikirləşmədik. Aha. Belə. Okey. Bura gəlmə əslində buraları silə bilərəm. Niyə də yox? Mən bunu fikirləşdim. Hayda. Aha. Götürə bilirəmmi? Xeyr. Götürə bilmirəm əslində. Gəlsin. Gəlsin bir şey fikirləşəcək. Şax, sonra buralara. Bəli. Bura. Elə fikirləşirəm ki, mən buradan, bəli, bilirəm, fil itirdim. Bunu dəqiq anlayıram, amma mən burada keçək piyadam yaranmırmı? O, bilənmədim dəqiq. Bəlkə də bu mənim üçün daha yaxşı pasiyadır. Piyadalar gəlir deyə. Görəcəyik. İndi bir dəqiqə, mənim əgər bu 2 dənə piyada olmasaydı, burada əslində mən burada təmiz durdurmam. Neynirəm? Buradalar o kimi dəyəsim. Əslində götürmək də yaxşı variant. Məncə burada mən bu qədər bərbad deyil. Bərbad deyil deyəcəm. Nə bilim. Aha. Götürüb bunu hücum edirəm. Onun piyadalarını çox zəifdir. Yəni mən bunu demək istəyirəm ki, onun piyadası yəni yaxşı deyil onun piyadası. Aha, indi qurdum. Belə gəlirsəm ikili qoruma. İkili variant. Amma mən burada sürməyə başlasam olur. Belə gələcəm. Nə bilim. Fikirləşirəm aslında. Bir dəqiqə, mən belə gəndə onun piyadası getmirmi? Bəli, gedir. Hayda, heçdə oturur bu. Əslində heçdə deyil, pasiya mənim üçün. Bir dəqiqə, mən bunu qoruyub belə şahımla gələ bilmirəmmi? Bir dəqiqə. Üstünə bir dəfə də hücum eləyəcəm buna. Şahla gələ bilmək üçün. Bir dəqiqə. Yəni. Basatın üstü. Aha. İndi bura gəlib bunu hücum eləyəcəm. Bura biraz piyada zəif qaldı, amma əslində onun şahı gedib. Ümumiyyətlə bir dəqiqə. Dəqiqə. Aha. Qaçıq. Piyada yavaş, başlayırıq. Bir dəqiqə, mən deyəsən duram bu pasiyan. Deyəsən, səhv görmürəm, suduram. Bir dəqiqə, yəni belə çox qəribə uduşdur. Uduram mən, deyəsən. Bursa qazan. En yüksek reytingimizdir. Bursa qazan. Aha, götürdüm. İndi, oyna. Bir dəqiqə, onun şahlığını bağlamışam. Aha.
sakitləşdirək. Birazcıq şahdan da gələcəyik. Şahı gətirək. Bəli, şah. Şah təkmədək bu oyun. Ay Allah. Bir dəqiqə. Bir dəqiqə. Dostlar, duram. Dostlar, yoxmuş. Həqiqətən mümkünsüzdür bu. Nələr olur? Bir dəqiqə. Sakitləş. Sakitləşməliyəm. Nəsə olur? Amma mən bunu götürə bilərəm. Deyəsən götürə bilərəm. Götürsəm şah. Brilliant. Həmlələr bax, dostlar. Həqiqətən başqa bir şey. Mən indi bura gələcəm səndə. Başır. Dostlar, həqiqətən unutduğumuz pasları necə qazandıq mən də bilmirəm. Allah'ın olsun, bəxtimiz gətirdim. Buna şəhərdən fikirləşdi, elə tez götürməsə zəb fikirləşdi, belə şah çəkib vəzirini qazanacaq, yəni başı qazanar. Ondan artıq bitdi oyun. Daşlar yenə düzələr. Bəli, bitdi. Ən yüksək reytingimizə çatdıq. Dostlar, bitdi artıq. Ən yüksək reytingimizə çatdıq. Bir ki, oyun analizimizi eləyək. Super reytingimizin ən yüksəyinə çatdıq. Başqa cür necə video istəsəniz də yorumlara yaza bilərsiniz. 87-ni oynamışıq. Yəni oyunda baxaq. Standart bir dəqiqə belə analiz açaq. Aha. Bu analiz teoriyada düz oynamışam. Buralarda problem yoxdur. Bunu bəyənmədi. Gediş budur. Mən fikirlər əslində düz deyirəm. Belə şeylər. Bir dəqiqə yenə CS:GO məşəkin baqa girir. Mən əslində bu oyunu götürmək istəmədim ki, xətt atılmasın. Teoriyim. Bəyənmədim. Filə yetdi deyir. Yəni filə yetdi. Çünki D5'e de hazırlaşırıq. İndi götürdüm. Burada gelişini oynadım. Atıyorum D4 belə. Yəni standart oyun gelir. Bunu bəyənmədim. Fil Y6 deyir. Yəni məncə yaxşı çünki bu iki pilələrə görə. Aha, neyse. Burada ana devam yolumuz neymiş? B6. Atımda geldi. Bunu bəyənmədim. Dəyişmək deyirəm amma mən dəyişmək istəmədim. Çünki onun ikili fil var. F6 həmlədir. Belə. Aha. Bunu bəyənmədim. H6 istəyir. Niyə bəyənmədim? Aha, bunu bəyənmədim. Flash rursat deyil. Burada artıq oyun hissələşir. Öyle hissə olur. Dəyişir. Mən burada fikirləşirdim ki, uçsam. Təkəm. Bu nədir yəni? Bir dənə səfərini tapdıq. Təkəmlər. Yəni. Üstə səviyyə. Xətabda gəlir. Bəyənmədim. Top C3. Bəli, top C3 qasıdıq. O düzdür. Aha, aşağı. Ay da F6 da düzgün gediş yoxsa. Amma bilərsin, öyrət istəmir. Baxın, daş geride olsaq da bizimkidə də soxluğumuz var. İndi dəyişdik. H4 istəyir burada. Neyse, sokuş. Həmlələrdən kimi. Burada artıq qazanıram. Bəli, bu xətadan sonra artıq oyun bitti. Üstünə öyrənmə gəlir və brilliant. Məncə bayımla brilliant. Neyse, basın var. Qozma da deyir. Tək top H4 da qazanacaqmış. Neyse, bələri çıxdıq. İndi burada mı gəlsəm, baxın, gecə düşür, yəni 17 saat. Yaxşı çırdıq burada, təkəmlərimiz olduğuna görə yaxşı çırdıq. Şahı burada olsaydı, məsələn, mən də fiyadım qabaqda altın vurmuşdum. Bəli. Və bu oyunda belə bitdi. Dostlar, süper oyun oldu. Ən yüksək reytinqə çatdım. 1 illik şahmat karyeramda. 2056 ilə Azərbaycana baxaq birincisini. Səncə bir dəqiqə yenə həmişə kimi CS:GO bağdadır. Bilmirəm niyə belə eləyir. Global. Baxaq. Azərbaycan, bəli. Aha. Oyunculara bax, neysə. Bir dəqiqə, tez gedək. 2056 idim deyəsən. 2056 ilə 263-cü yerdəyik. Yəni, pis deyil. Dostlar, izlədiyiniz üçün çox sağ olun. Mən bu videonun bir tam yoxdur ki, sürəti qoyacam. Yəni, düzgün şəması üçün. Yoxsa, YouTube 15-dən yuxarı video qoymur, amma abunələriniz çox artsa, 1000 abunə olsa, inşallah artıq uzun videolara başlaya bilərik. 50 dəqiqəlik, 1 saatlıq bütün oyunlarımı əslində çəkə bilərəm, amma neyə YouTube icazə vermir. İzlədiyiniz üçün çox sağ olun. Hamınızı öpürəm. Sağ olun, Allah əmanət.